Bir müddət sonra ata olacağam, atalıq məzuniyyətinə çıxmaq istəyirəm. Neçə günlük götürə bilərəm və məzuniyyət pulu necə hesablanır? Məzuniyyəti uşaq doğulandan bir müddət əvvəl və yaxud bir müddət sonra götürmək olar? Bizə belə suallar daxil olur. Cavabı Əmək Qanunvericiliyi üzrə ekspert Anar Bayramovdan eşidək. Misal üçün, işçinin uşağı 5 ayda dünyaya gəlirsə, o zaman işçi tibb müəssisəsinin arayışını alır, uşağın dünyaya gələcəyi haqqında arayışı, onu işə götürənə təqdim edir. Burada həmçində ərizəsini təqdim edir ki, mən atalıq məzuniyyətindən istifadə etməliyəm. Çünki Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən işçi ərizə ilə müraciət etməlidir. Bütün növ məzuniyyətlərdə bu müraciət tələb olunur və işə götürən həmin müddətdə onun atalıq məzuniyyətinə göndərilməsini təmin etməlidir. Bunun ödənişi kimdir? Ödəniş həyata keçirilir işə götürən tərəfindən, yəni Dövlət Sosial Müdafiə Fondu yox, işə götürən ödəyir və 14 təqvim gününü əhatə edən iş günlərinə görə ödəniş edilir. Bu necə hesablanır? Əmək Məcəlləsinin 177-ci maddəsində qeyd edilir ki, əvvəlki 2 ayın göstəricilərinə əsasən müəyyənləşdirilir. Burada bir iş gününə düşən məbləğ müəyyənləşdirilir, 2 ayın gəlirlərinə əsasən və vurulur 14 günə təsadüf edən iş günlərinin sayına. Bu dövr necə hesablanır? Mütləq doğuşdan əvvəlmi olmalıdır, sonra mı olmalıdır? Doğuşdan bir müddət keçəndən sonra istifadə etmək olarmı? Əmək Məcəlləsinin 125-ci maddəsində doğuşdan əvvəl və doğuşdan sonra ifadəsi istifadə olunduğu üçün mütləq olaraq uşağın doğulduğu tarix məzuniyyət dövrünü əhatə etməlidir. Yəni uşaq 5 mayda dünyaya gəlirsə, atası istəsə bu məzuniyyətdən 1 maydan da istifadə edə bilər, 4 maydan da istifadə edə bilər, 5 may günündən də istifadə edə bilər. Amma məzuniyyət dövrünü uşaq doğulduqdan sonrakı dövrdə, məsələn 3 gün sonra 5-8 maydan istifadə edə bilməz. Yəni qanunvericinin tələbi belə müəyyənləşdirilib ki, mütləq olaraq doğuş tarixi məzuniyyət dövrünü əhatə etməlidir. Həmin tarixdən də əvvəl və sonra ola bilər. Yetər ki, doğuş günü də həmin məzuniyyət gününü təsadüf etsin. YouTube kanalımıza abunə olun.